də baxaq, hansından artıq qalıb? Kükürddən artıq qalıb da. Necə tapırıq bunu? Biz bildik ki, kükürddən artıq qaldı. Amma neçə qram artıq qaldı? 40 qramda 32 qram reaksiyaya girir. Bəs 4 qramda nə qədər reaksiyaya girməlidir? Biz tənasübünü qururuq, 40 qramda 32 qram reaksiyaya girir. 4 qramda nə qədər reaksiyaya girər? 3,2 qram. Demək ki, bu reaksiyada 4 qram kalsium götürüləndə 3,2 qram kükürt kifayətdir. O zaman 4 qram götürülübsə, 3,2-si istifadə olunubsa, nə qədər artıq qalıb? Verilən 4 qramdan o reaksiyaya sərf olunan 3,2 qramı çıxıb, tapırıq ki, 0,8 qram kükürt artıq qaldı. Elə bilin ki, bu kükürt sudur, kalsium undur. Necə ki, 1 stəkan un, 1 vedrə su götürmüşdük ha. Onun kimi aza görə xəmir yoğurduq. Yəni aza görə reaksiyanı apardıq. Artıq qalan kükürt oldu. Onu da necə ki suyu biraz istifadə elədik, vedrədə su artıq qalmışdı. Kükürt də eləcə lazım olan qədəri bizə 3,2 qram lazım idi 4 qram götürəndə. Onu istifadə elədik, qalan o 0,8 artıq qaldı. Bu qədər sadə. Növbəti videolarda görüşmək ümidi ilə.